Anamanqax rayonunun işğaldan azad edilmiş kəndlərində indiyə qədər icra edilən əməliyyatlar zamanı 256 hektar ərazini təmizləyib. Qeyd edilib ki, Qazaxda 2024-cü ildən indiyə qədər 1,102 ədəd piyada əleyhinə mina, 125 ədəd tank əleyhinə mina və 62 ədəd digər partlayıcı sursat aşkar edilərək zərərsizləşdirilib. Anamanın məlumatına görə ərazilərdə həm relyef çətinliyi, həm də minalarla yüksək səviyyədə çirklənmə mövcuddur. Təmizləmə əməliyyatları zamanı daha çox piyada əleyhinə minalara rast gəlinir. Xatırladılıb ki, Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından etibarən sərhəd mühafizəsinin təşkili məqsədi ilə mina təmizləmə əməliyyatları icra olunub. 2025-ci ildən etibarən isə Nazirlər Kabineti tərəfindən müəyyən olunan plana uyğun olaraq yaşayış məntəqələrinin mina və digər partlayıcı sursatlardan təmizlənməsi fəaliyyəti icra edilir. Qurumdan bildirilib ki, məlum olduğu kimi hava şəraiti mürəkkəb relyef, sıx bitki örtüyü, yay vaxtlarında zəhərli ilanlar və əqrəblər mina təmizləmə əməliyyatlarının gedişatına təsir edən amillərdir. Qeyd edilmiş ərazilərdə humanitar mina təmizləmə fəaliyyəti intensiv şəkildə davam etdirilir. Anamanın bildirdiyinə görə ümumilikdə işğaldan azad olunmuş ərazilərdə 2020-ci ilin noyabr ayından bu günədək icra edilən əməliyyatlar zamanı 265.597 hektar ərazi təmizlənib. 41.560 ədəd piyada əleyhinə mina, 23.450 ədəd tank əleyhinə mina və 184.067 ədəd digər partlayıcı sursat aşkar edilərək zərərsizləşdirilib.